Yeni bir gündə xoş gördük hər birinizi, dəyərli izləyicilərimiz. Sabunçu rayonu Zabrat bir qəsəbəsində avtobus dayanacağına yaxın 2 mərtəbəli əşyalı həyət evi satışa çıxıb. Tam təmirlidir. Hal-hazırda da evdə yaşayış var. Kürsülü qoşadaşın inşa olunub. Mərtəbə arası monolitdir. Qazı suyu işığı var və daimidir. Qapıya kimi yolu da asfaltdır. Ümumi olaraq 2 sot yarımda inşa olunur. Evimizin qiyməti 155 min manatla satışa çıxıb. Real alıcıya yenə də indirim olacaq. Allah həm alana, həm də satana xeyir versin. Daxil oluruq evə. Dəhlizi genişdir, istilik sistemi kombidə aboyları vurulur. Birinci mərtəbədə yerləşir mətbəxi, qonaq otağı, yataq otağı və sanitar qovşağı. Yenə də qeyd edirəm, əşyalar evdə qalır, yalnız elektronika götürülür. Burada qonaq otağıdır. Təmiri səliqəlidir. Birinci mərtəbədə yerləşən yataq otağı və sanitar qovşağı. Hər iki mərtəbədə sanitar qovşağı var. İkinci mərtəbəni təqdim edeyim sizə. İkinci mərtəbədə 3 yataq otağı, sanitar qovşaq, gördüyünüz kimi təmiri səliqəli və gözəldir. Otaqlar da geniş, həm də işıqlıdır. Bir daha ev haqqında məlumata qeyd edim. Zabrat bir qəsəbəsində 2 sot yarımda 2 mərtəbəli 5 otaqlı əşyası ilə bir yerdə satılan həyət evimizdir. 155 min manatdan satışa çıxıb. Real alıcıya indirim olacaq. Hər hansı bir sualınız olsa səhifəmizdə əlaqə nömrəsi var. Əlaqə saxlayıb məlumat ala bilərsiniz. Diqqətiniz üçün minnətdarım.